Danışaq 2019-un qəbulundan. 2019-un qəbulunda ilk deməli sual məsələdir. Verilmiş məsələ nisbətən biraz çaşdırıcıdır. Niyə? Çünki humanitar ixtisasda oxuyan uşaqlar, yəni bunu oxuyub, verelim də misala direkt girişir və onun üçün görünən nədir? 75-ə 2500 kilobitdir, 1200 kilobitə x. Nə edir burada? Götürür, məsəl üçün yazır belə 75-ə 2500. Yəni də çox fikirləşmir temasını. Götürür hansı ki, görüm yox bu misal idi. Bir dənə fikirləşim. Görək bu idi mu? Ay yox bu değildi. Sorry, bağışlayın. Başqa bir sualdır. Yoxsa bu idi mu? Bir dəqiqə gözləyin. Deməli, bununla bölür. Sonra vurur ona. Hə yox bu deyil. Başqa məsələ idi. Orada tərs mütənasibliyi anlayışı vardı. Burada o deyil. Hə, burada deyir ki, bu qədər həcmə malik, bu qədər sürətlə ötürülür, bu qədər sürətə nə qədər megabayt ölsə. Burada məsəl üçün cəhd edib megabaytı kilobitə çevirmək istəyənlər olur. Ehtiyac yoxdur yoldaşlar. Çünki hər ikisinin sürəti kilobit böl saniyədir. Həcmlər də ki, hər ikisindən megabayt. Yəni burada ona görə çevrilmə eləməyə ehtiyac yoxdur. Sadə bir tənasübdür. 75-i vururuq 1200-ə, bölürük nəyə? 2500-ə. Və salam bunu da həll eləsəz olur neçə? 36 megabayt. Daha sonra keçək ikinci suala. MC Word 2019 mətn prosesorunda hansı formatlı faylları açmaq mümkündür? Excel-i çıxaq, Digest deyə ümumiyyətlə bir şey yoxdur. Yəni Excel-i çıxaq, MDBX aksesi aid olan bir şeydir. Doğru cavabımız rtf.m-dir. Sonra davam edirik. Üçüncü sual. Hidrant futuru yaratmaq üçün hansı lent tabından istifadə olunur? Insertdədir. Bu hətta belə deyək ki, PowerPoint-da da belədir. Yəni eyni yerdədir. Word-da da, PowerPoint-da da. Verilənlərin hansı modelində informasiya iki ölçülü cədvəl formasında olur? Təbii ki, radiasiyada. Strukturlaşdırılmış deyə bir növ ümumiyyətlə yoxdur. Ümumiyyətlə yoxdur. Gəlib 5 ilk dəfə 2019-un qəbulunda düşüb, daha sonra bu yaxın illərdə istifadə olunub bu sual. Hətta deyəsən, ya 2026-ın birinci cəhdində idi, ya da 2025-də filan idi. Çünki bu yaxınlarda görmüşəm bu sualı hardasa. Bu sual yəni təkrardır. Deyir, sənədin redaktəsi, yəni 2 dəfə istifadə olunub qəbulda. Sənədin redaktəsi yeni daxil edilən mətn fraqmentinin əvvəlki mətn fraqmentinin əvəz etməsi ilə nəticələnərsə, aşağıdakılardan hansı bu rejimdən çıxmağa imkan verir? Söhbət nədən gedir? Bilirsinizmi overtype funksiyasını, hə? İstifadə edən olub? Ha, mən bilirəm. Necə olduğunu təxmini. Elə bir ki, sözü yenidən yazırıq, əvəz edirik. Bəli, bəli. Nəsə, Hansı ki, itirir. bax, görürsünüz, burada belə bir hissə var. Options'dan gəlib onu yandırıram mən özüm. Use the insert key to control the overtype mode. Yəni overtype modu idarə etmək üçün insert düyməsindən istifadə et və use overtype mode. Baxın, informatika sözü yazmışam, kursoru qoymuşam qabağa. İndi yazıram, tutalım ki, belə. Respublika. Gördünüz nə baş verdi? Mən yeni sözü yazdıqca, yeni söz o biri sözü silə-silə yazır. Əvəz eləyə-eləyə yazır. Bu overtype moddur. Ki, bunu da aktiv və pas, yəni overtype modu yandırmışsınızsa, bunu insert düyməsi ilə yandırıb söndürə bilərsiniz. Doğru cavab olur C variantı. Orada da gördünüz ki, zaten yazılmışdı. Bir daha göstərirəm əmri. Görsə yazıb, use the insert key to control overtype mode. Sonra davam edib, bu da ilk dəfə 2019-da düşmüşdü, yəni ki, təzə sual idi. Sonra Windows 10-da yaradılmış mətn faylı arzul dəyişikliklərdən sonra deyir ki, bu adla da yaddaşa göndərilir. Bu zaman kitab 1 qovluğundan neçə müxtəlif fayl yaranmış olar. Kitab 1 qovluğu deyildiyi üçün icazə verirsə mən kitab 2-ni silirəm. Çünki kitab 2 mənə lazım deyil. Mən ancaq kitab 1-ilə işləyəcəm. Gəlirik nəyə? İstər Windows 10, istər Windows 7, istərsə də bugünkü dövrdə Windows 11. Mənim üçün bu sual Windows 11-dən gəlib təkrar sual kimi bu il düşə bilər. Çünki bir dəfə istifadə olunub qəbulda. Nə deyir burada? Deməli, baxırıq ki, kitab 1-də Act 1 adlı bir fayl var. Bir də bunun digər versiyası buradadır. Biz bilirik ki, Windowsda faylların adının böyük və ya kiçik hərflə yazılması heç bir əhəmiyyət kəsb etmir. Onlar eyni
fayl adı sayılır. Bu səbəbdən dolayı biz böyük akt 1-də yazsaq, kiçik akt 1-də yazsaq, Windows bunu qəbul edəcək. Deyəcək bunun birinin adını dəyiş. Yəni böyük hərflə yazılmışla kiçik hərflə yazılmış eyni ad kimi qəbul edirik. Biz də bilirik ki, Windows əməliyyat sistemində eyni qovluqda və ya eyni bir nə bilim ki, işçi masada tutalım ki, eyni adlı faylları saxlaya bilmərik. Saxlaya bilərik hansı halda tipləri fərqli olsa. Məsələn, act1.txt-i act1.docx tipləri fərqli olsa saxlama olar. Amma ikisinin də tipi textlidirsə və ikisinin də act1-dirsə, istəyir böyük hərflə yazılsın, istəyir kiçik hərflə yazılsın. Onlar ikisi də eyni fayl sayılır. Yəni biz onlardan yalnız birini götürə bilərik. Belə çıxır ki, biz 1 və 6 cütündən yalnız birini seçə bilərik. Biri buradan. Eyni qaydada 2, 4 və 5-ə baxsaz, akt 2, akt 2, akt 2. Burada da fayl adları üzəri üst-üstə düşdüyü üçün, tiplər də eyni olduğu üçün, yenə biz burada 2, burada mən 6 yazmaq yerinə 4 yazmışam, sonra bunu düzəldim. 2, 4 və 5-dən də yenə neçəsini seçə bilərik? Maksimum bir dənə seçə bilərik. Deməli, cəmisi bizim qovluqda 2 dənə müxtəlif fayl görünə bilər. 7-ci sual. Cədvəldə verilənlərə görə 6 xanasının qiyməti nəyə bərabər olar? Bu sual ümumi, yəni Excel dərsini bilən tələbə üçün çox sadədir. Mən sadəcə harda səhv edə bilərsiniz, ona diqqət çəkmək istəyirəm. Yazıb count A2 C5. Deməli, uşaqlar mənim üçün baxırlar, count ədədləri saymaq. Bir də özünə diapazona baxmır. Count imtahandır da, yəni sürətli işləyir. Count nədir? Xanaları saymaq. Hansı xanalar içində ədəd olan sayır? 5, 21, 23, 11, 19, 15, 14 söz. Sayıda cavab neçədir? 8. Əla, amma səhvdir. Niyə? Çünki diapazona baxmır. Sual sadədir. Tələsir ki, tezə. Yadınızda saxlayın. Birinci diapazonu işarələyin. Söhbət hansı diapazondan gedir? A2, C5. Gördüyünüz kimi. A2, C5 deyirsə, artıq 5 ilə 11-i saymayacaq biz burada. Biz sayacaq 21, 23, 10, 19, 5 və 14. Dırnaqda 9-dakı bilirsiniz ki, mətindir. 2, 2, 2 elədi nə qədər? 6 dənə. İndi burada diqqət çəkən şeylərdən biri true, false-dur. Bəlkə də bilirsiniz, true ilə false bəzi hallarda 1 ilə 0 kimi qəbul olunur. Bəzi hallarda isə heç bir şey qəbul olunmur. Hansı halda gəlin onu sizə bildirim. Deməli, baxırıq nəyə? Əgər yadınızı saxlayın, buraya yazıram true, burada yazıram false. Buraya yazıram 5, buraya yazıram 6. Buraya yazıram count, seçirəm buranı. Vururam, gördüyünüz kimi nəticənin nə çıxartdı? 2. Nə edir? Ancaq ədəd olan xana, yəni 6 ilə 5-i sayır. Deməli, true ilə false-u görmür. İndi baxın, yazıram count, buranı seçirəm. Bir də özüm əllə daxil edirəm. True və false. Fikir verin, nəticə oldu 4. Baxın. Deməli, yanınıza saxlayın. İstər count, istər sum, average, fərq eləməz. İstənilən bir düsturda, əgər siz true və false-u özünüz əllə daxil edirsinizsə, düsturun daxilinə, baxın, formulanın daxilində true və false-u özünüz əllə daxil edirsinizsə, bu zaman true-nu 1 kimi qəbul edir, false-u isə 0 kimi qəbul edir. Ona görə bunları burada ədəd kimi saydı. Bunu 1, bunu da 0. 2 dənə rəqəm saydı ayrı-ayrı. Ona görə nəticəni 4 çıxartdı. Lakin, əgər true ilə false belə xanada yazılıbsa, onu bu funksiyalar, yəni count-dur və digər funksiyalar hansı funksiyaları nəzərə ala bilər? Yəni true ilə false-a xüsusi diqqət edə bilər. Məntiqi funksiyalar. Yəni logical function. Logical functionlardan hansılardır? Baxırıq. And, false, if, indi false-u deməyək də and, if, indi bizə düşənlərdən not, or. Bax, bu funksiyalar artıq true, false-u belə də görür. Amma digər funksiyalar count, average, sum, product, power, yəni də digərləri, məntiqi funksiyalara çıxmaq şərti ilə digər funksiyalar, yenə deyirəm ki, yalnız true ilə false özünüz əllə yazsaz bura, onda true-nu 1, false-u 0 gör. Əks halda true ilə false-u görmürlər, nəzərə almırlar, ignore edib keçirlər.
Aydın oldu. Bununla bağlı mən TikTokda bir dənə video şey yerləşdirmişdim. Onu da linkini atıram. Bir daha o şeyə baxarsınız. Deməli, təqdimatın əsasını təşkil edir slide, sadə bir şeydir. Sonra keyfiyyəti itirmədən hansı təsvirlərin ölçüsünü dəyişmək olar? Təbii ki, vektor. Çünki vektorların əsas üstünlüyü ondan ibarət ki, nə qədər miqyaslaşdırırıqsa, yəni nə qədər miqyası artırırsa artıra, keyfiyyət itmir. 10-cu sual. Hansı ki, makros cədvəl hesabat. Bunları qısa keywordlərlə, açar sözlərlə yadda saxlaya bilərsiniz. Hesabat deyirsə, söhbət çap olunmadan gedir. Yəni, verilənlərin çap edilməsi üçün hansı ki, çap edilmə hesabatlarda, reportsda yerləşir. Daha sonra MC-Access-in əsas obyektidir. Bu cədvəldir. Bu I-dir. Makroslar tez-tez yerinə yetirilən əməliyyatlar. Bu sözdən yadda saxlaya bilərsiniz. Davam etsək, bazadakı internet əlaqəsi, yəni internet səhifəsi sözünü görürsünüzsə, bu avtomatik sizə page-si xatırlatsın və bir də bazanı sazlamaq Visual Basic kodları. Bu isə sizə modulları xatırlatsın. Bu keywordləri yadda saxlamaqla ki, məsələn, mən sizə video dərslər atmışam. Access-in video dərsinə baxsınız, görərsiniz. Mən orada Access-in obyektlərini də öz tələbələrimə, yəni ki, hazırlıq keçəndə keywordlərlə öyrədirəm ki, bu keywordləri yadda saxlayım, sizə ona uyğun variantları tez-tez tapa bilərsiniz. Doğru cavabımız olur YBA. Varmı elə bir variant? A variantı. 11-ci sual. Bununla bağlı məncə mən bir düstur demişdim ki, qabağınıza çıxacaq. BPS bərabərdir bod vur bit. Qabaqda harca modemə aid bir sual çıxmışdı. Onda demişdim bu sualı. Bod var, bit var. Deməli, bodu bitə vursanız alarsınız 16.000 BPS. Çox sadə. Cədvəlin minimal struktur vahidi xanadır. Gəldik 13-cü suala. 13 tipli sualları necə işləmək lazımdır? Deməli, yenə testologiyanı izah edirəm. Baxın, gördüyünüz kimi burada 1, 2 və 3 dənə dəqiqlik tələb edən mülahizələr var. Yəni, dəqiq onu əzbərə bilməlisən. Filan şey neçə dənədir? Əzbərə bilməlisən. Məntiq yürüdə bilməzsən çünki orada. Konkret filan şey 5 dənədir, 3 dənədir, 15 dənədir. Ona görə nə edirik? Bu tip suallarda gedib bu variantlardan yapışmırıq. Birinci o varianta baxmırıq. Əgər digər variantları oxuyub rahatlıqla variant çıxa biliriksə, birinci onlardan yapışırıq. Çünki ikinci, üçüncü, beşinci bənddən yapışsan şübhəyə düşəsən. Belə idi, 73 idi, yoxsa 74 idi. Bu qədər idi. Biz bu şübhəyə düşməmək üçün sualın düzgün yerindən yapışmaq lazımdır. Mən üçün baxıram. Kitaba yeni vərəq fayl tabından əlavə olunur. Yadınızda saxlayın ki, fayl vasitəsilə biz yalnız yeni sənəd aça bilərik. Yəni, new document, new book, ümumiyyətlə sənəd yaradırıq. Səhifə, zat, bu kimi şeylər yaratma olmur. Digər tərəfdən, yadınızda saxlayın ki, Excel-də vərəqlə bağlı əməliyyatların 90%-i home tabında yerləşir. Excel-də vərəqlə bağlı, ümumiyyətlə mən sizə məsləhət görərdim ki, Excel-də məsələn müəyyən boşluğunuz varsa, əsasən harda şifahi hissədə. Excel 1, mənim satdığım video dərslər var. Excel 1 açın, Excel 1, Excel 1, 2, 3 belə nömrəmişəm. Excel 1 açın, o dərsə bir dənə baxın. Orada mən belə çox konseptual qeydlər demişəm. Mən ona məsləhət görürəm ki, baxın. Orada demişəm ki, kitabın vərəqi ilə bağlı əməliyyatların 90%-i yerləşir home tabında. Avtomatik ona görə bunu da çıxa bilərik. Biri gəlin variantlardan tez eləyək. Görün nə qədər qabağa düşdük. Nağdı bilirik ki, 3 doğrudur. Bax, şu. 3 variantı eləndi. Görürsünüz? Sonra gələk nəyə? Diaqram əsasında qurulduğu verilənlərlə eyni iş vərəqində yerləşməyə bilər. Bəli, biz diaqramı, tutalım ki, cədvəli burada qurmuşuq. Diaqramı da onun yanında da qura bilərik. Və ya biz ayrıca bilirsiniz ki, chart sheet var, diaqram vərəqi var. Diaqramı orada ata bilərik. Yəni, diaqram əsasında qurulduğu cədvəllə eyni vərəqdə də ola bilər, başqa vərəqdə də ola bilər. Bu variant da doğrudur. Gözünüz 3 də artıq öz əmini tapır. Əslində, buradan artıq görəvi 3-dür. Qaldı indi artıq burada 2 ilə 5. Qaldı ki, biz bəzi şeyləri elə fundamental anlayışlar var ki, onları əzbərə bilmək lazım. Bəli, bəzi əzbərçi şeylər yaddan çıxa bilər. Amma Excel-də, əgər sən magistratura imtahana girirsənsə, bunu adın soyadın kimi əzbərə bilməlisən. Burada kimsə sənə deyə bilməz ki, bu yadından çıxa bilər. Xeyr, bu yaddan çıxmamalı bir şeydir. Excel-də sətir, sütun, xana sayı. Bunu
ad soyadımız kimi əzbər bilib imtahana girməliyik. Çünki bu Excel-dən düşə biləcək fundamental sualdır. Fundamental sualdır. Ona görə də Excel-də yadımıza saxlayaq ki, 16384, yəni 2 üstü 14 dənə sütun var. 2 üstü 20, yəni 1.048.576 dənə sətir var. 2021-də bu qəbula düşüb bu sual, çıxacaq qabağınıza. 2 üstü 34 dənə daha o milyarda yaxın bir ədəd edir deyə. 2 üstü 34 kimi elə onu yadda saxlaya bilərsiniz. 2 üstü 34 dənə də xana sayı var. Heç xana sayını belə yadda saxlamaya da bilərsiniz. Sətirlə sütunu bilirsinizsə, sətiri sütuna vuranda xananın sayı çıxır. 2 üstü 20 sətirdir, 2 üstü 14 sütundur. Bir-birinə vuranda eləyir 2 üstü 30-dur. Yəni 2 belə deyim ki, default bilinməli şeylərdən biridir. Ona görə yəni 2-ni bilməmək artıq belə deyim ki, sizin birbaşa ciddi günahınızdır. Çünki sən magistratura imtahana girsən və Excel-dən bu fundamental bilgini bilmirsənsə, bu böyük bir çatışmazlıqdır. Ya sən tərəfindən, ya da səni hazırlayan tutam ki, müəllim tərəfindən indi artıq o baxır da kimin günahıdır. Deyib, deməyib, ya da deyib sən öyrənməmsən. Doğru cavab oldu A variantı. Və görürsüz, sualı işləmə texnikasını mən izah edirəm sizə ki, başa düşəsiniz ki, bu suala necə girişmək lazımdır. Sonra 14-cü sualdan artıq gözümüz mazol oldu. Bəlkə böyle 8 dənə ucu sınaq işləmişik, qəbul işləmişik. Hamısını görmüsünüz bu sualı. Yenə or and-dir. Or üstə gəl and bərabərdə o birisinin cəmi. Bu ikisinin özü təkrar sualdır. Köhnə qəbuldan götürülüb. Bu eləyir 6000, yox, 7800, yox. Bu neçə eləyir? 7700. 7700-dən 900 çıxanda eləyir. Doğru cavab 6800. Sonra gəldik 15-ci suala. 15-ci sual 2013-cü ildə qəbula düşüb. Daha sonra 2019, daha sonra isə 2022-ci ildə yenidən qəbula düşmüşdür. Nə deyir bu sual? Hansı ki, burada gördüyünüz kimi mətn verilib. Mətn ayrıcı simvollarla ayrılıb və aşağıda belə bir şey verir ki, Convert text to table dialoq pəncərəsinin əmrinin yerinə yetirilməsindən sonra alınan cədvəlin ikinci sütunu hansı olar? Ayrıcı simvol olaraq nöqtə vergüldən istifadə olunur. İndi aydın məsələ ki, bu nöqtə vergüllər bizim üçün müəyyən sütun əmələ gətirir. Baxın, gəlin mən bunu Word-də də təsvir edeyim. Tam ideyasını başa düşəsiniz. Baxın, bax, belə bir ayırma edəcəm. Qəşəng görünsün deyə. Nöqtə vergüllər sanki sütun ayrıcılardır. Bax. İndi mən bu mətni bir dənə də aşağıdan əlavə edirəm. Baxın indi. Fikir verin. Harda nöqtə vergüllər varsa, həmin hissələr sütuna çevrilib. Deməli, burada bir qeydi yadda saxlayaq. Yadda saxlayın ki, ayrıcı simvolla, yəni bu nöqtə vergüllə ayrılıb. Biz bunu cədvələ çevirdiyimiz halda cədvəldə ayrıcı simvol qala bilməz. Yəni burada hardasa nöqtə vergül görürsünüzsə, dərhal o variantı çıxın. Qala bilməz. Çünki həmin o ayrıcı simvollar, yəni nöqtə vergüllər nəyə çevrilir? Sütun xətlərinə çevrilir. Həmçinin buradan başqa bir sual da sizə öyrədə bilərəm. Məsələn, bunu verərsinizə, deyər ki, verilmiş mətni cədvələ çevirəndə neçə sətr, neçə sütun alınacaq? Ya da alınan cədvəl neçə xanadan ibarət olacaq? Neçə xana boş qalacaq? Bir neçə sual çatma olar. Yəni, hamısına cavab verək. Mənim üçün sətirləri saymaq asandır. 1, 2, 3, 4 dənə sətir var. Sütunları saymaq üçün baxırsınız ayrıcı simvola. Ayrıcı simvol hansı sətirdə daha çoxdursa, fikir verin ha. Hansı sətirdə daha çoxdursa. Məsələn, ola bilər ki, burada 3 dənə ayrıcı simvol var. Aşağıda 4 dənə ayrıcı simvol var. Hansında çoxdursa, çox olan sətirdəkindən bir vahid artıq. Məsəl üçün, hamısı 3, 3, 3, 3-dürsə, birində 4 dənə ayrıcı simvol varsa, deməli 4 plus 1, deməli 5 dənə sütun əmələ gələcək. Yəni, sütunların sayı ayrıcı simvolların sayından bir vahid çox olur. Amma hansı ayrıcı simvollar? Yenə deyirəm, hansı sətirdə maksimum sayda varsa. Hamısında, məsələn, burada 3, 3, 3, 3, 3-dür deyə elə ümumi 4 dənə açılacaq. Amma birində 3, birində 4, birində 5 olsa, o 5 dənəyə görə işləyəcək. 5 dənədirsə, deməli 6 dənə sütun açılacaq.
Fikrimi izah edə bilirəm. Başa düşdük bunu. Bəli. Digər tərəfdən ayrıcı simvollar arasında heç nə yazılmayıbsa, deməli həmin hissələr nə olacaq? Boş olacaq. Məsələn, deyər ki, verilmiş cədvəl tutalım ki, neçə dənə xanadan ibarətdir. Belə baxanda 4-ün 4-də də 16 dənə xanada deyər ki, alınmış cədvəldə neçə dənə xana boş qalacaq? Məsələn, biri boş qalacaq. Aydın oldu. Yəni bu tip suallar da ürətib verə bilərlər. Çünki buna aid sual 13-də var, 19-da var, 22-də var, 2021-də də var. 2024 dəfə bu tipli sual düşüb. Təzədən bu sualı restavrasiya edib, biraz yəni daha sonra rebranding edib, təzədən 2026-ya sala bilərlər. Ona görə diqqətli olun. İndi bizdən burada ikinci sütun istəyir. İkinci sütun malın adı, sonra boşluq, stul, masa. Görürsünüz, bax. Bax. A variantı və D variantı tupoy variantı. Dərhal çıxmaq lazım. Niyə? Çünki bayaq dedim ki, nöqtə vergüllər burada görünə bilməz. Doğru cavabımız olur C. 16-cı sual. Yəqin ki, 2015-in qəbulunu işləyəndə bu sual yadınızdadır. Mən bunu sizə özü birinci sualdır. Çox detallı şəkildə izah etdim. 2017-də də gördük və 2019-da da gördük. Bir də inşallah 2022-də yenə görəcəksiniz. Nə deyir burada? Yenə başlama effektlərini deyir. On click, with previews, after previews, 246 D variantı. 17. Video alt sistem nədir? Video alt sistem monitor, video adapter, video driverdir. Daha sonra algoritmin müəyyənliyi xassəsi. Bu da təkrarən düşüb bu yaxınlarda qəbula. 24, 25, 26. Hardasa bu illərdədir. Algoritmin müəyyənliyi xassəsi hansı ki, algoritmin hər bir addımı qəti və bir mənalı olmalıdır. Excel 2019-u nəyi çap etmək olmaz? Ümumiyyətlə yadınızda saxlayın. Heç bir proqramda, nəinki Exceldə, heç bir proqramda qeyd edilmiş sahədən fərqli sahəni çapa vermək olmur. Sonra 23-cü nəslin deyir ki, yaranması nədir? Tranzistorlardan integral sxemlərə keçid olundu. 21. Şəkilə əsasən FotoJPEG faylının tam adı necədir? FotoJPEG. FotoJPEG yerləşir qrafikdə. Qrafik isə ümumilikdə harada yerləşir? Y-də. Ümumiyyətlə, Y diskində 3 dənə ümumi qovluq var. Y-də data qovluğu var, mətin qovluğu var və qrafik qovluğu var. Deməli, Y, qrafik, foto. Y, qrafik, foto doğru cavabımız Y variantıdır. 22 düzgün variantları seçin. Hansı ki, bridge eyni topologiyalı, lakin müxtəlif protokola malikdir? Xeyr. Müxtəlif eynidir. Yəni, müxtəlif topologiya eyni protokoldur, bir səhvdir. Aknet şəbəkəsinin topologiyası halqa deyil, ulduzdur. 3 ilə 4 doğrudur. Şəbəkədə resurslardan istifadə edən klientdir. Şəbəkə arxitekturası, aparat vasitələri və s. ilahır onların daxili quruluşunu təmin edir. Sonra davam edək 23-cü sualdan. Yaşayış mühitinə görə viruslar, fayl yükləmə, şəbəkə, fayl yükləmə. Baxın, viruslar və antiviruslar. Bu haqda xəbərdarlıq edirəm ki, yaxşı oxuyun. Ola bilər, mən demişdim ki, birinci və ikinci cəhdə ola bilər, oradan sual düşsün. Nəyə görə düşsün, düşə bilər ehtimalı çox yüksəkdir mənim üçün, yəni niyə elə fikirləşirəm? Çünki informasiya təhlükəsizliyindən sual salırlar. İnformasiya təhlükəsizliyi ilə bağlı hələ ki, tələbələrin əlində bir material yoxdur. Yəni, qıraq-bucaq kurslardan əlimizə keçən sanki materiallarda bir dənə onlardır. Bu arada yoxdursa, məndə material var, deyərsiniz, göndərərəm informasiya təhlükəsizliyini. Nəyə demək istəyirəm? İnformasiya təhlükəsizliyində viruslar, onların növləri və antiviruslardan da danışılır. Hansı ki, amma informasiya təhlükəsizliyini nəzərə almasaq, biz bu dərsdə, məsələn, mən bunu, virusları, antivirusları software, proqram təminatı dərsinin içində deyirəm uşaqlara. Yəni, həmişə elə keçmişik də, yəni informasiya təhlükəsizliyi olmayan vaxtlarda, 1 il, 2 il, həmişə də, bundan qabaqki illərdə, həmişə proqram təminatının içərisində biz bunu keçirdik. Aydın oldu mu? Amma indi nə edə bilərlər? Bu sualı, yəni bizim üçün fərq eləmir də, sadəcə yəni DİM-in psixologiyasını, yəni DİM bu sualı informasiya təhlükəsizliyi üzərindən sala bilər, başa düşdünüz? Yəni mənbə olaraq informasiya təhlükəsizliyi verir, amma əslində siz bunu proqram təminatının içərisində öyrənmiş olmalı idiniz. Ona görə bu virusla zada, yəni informasiya təhlükəsizliyindən sual salmaq istəsələr, götürüb buna ilişə bilərlər. Nəzərə alsaq ki, uzun illərdir demək olar ki, virus və antiviruslara aid
Demək olar ki, qəbulda sual yoxdur. Qəti şəkildə hansısa antivirus növünü soruşsun ki, məsələn, həkim, müfəttiş, detektor yoxdur. Virus növünü soruşsun. Worms, polimorf, parazit, kompanyon, makrovirus yoxdur. Yoxdur bunlara aid sual. Ona görə çox mütləq şəkildə diqqətli olun, bax sual düşə bilər. Çox belə deyim, belə sos olan bir sualdır. Çox diqqətli olun. 24. Mağazada deməli bu sayda kompüter var. Bu sayda kompüter satıldıqdan sonra neçə kompüter qaldı? Bunu da onluq say sisteminə çevirib, bunu da onluq say sisteminə çevirib çıxsaz, səhv etmirəmsə 63 dənə qalmalıdır. Hə? 63 tapmısınız cavabı? Yəni sadə bir şeydir, çox çətin deyil. Sadəcə onluq say sisteminə çevirib çıxmaq lazımdır. Sonra 25. Uyğunluğu müəyyən edin. CMOS, BIOS, RAM. Deməli, CMOS bilirik ki, konfigurasiya və vaxt tarixi məlumatları yadda saxlamaq üçündür. 1-ə B. Başqa görə nəsə var? Yoxdur. Əməliyyat sisteminin ilkin yüklənməsi və qurğuların test olunması BIOS-a aiddir. İnformasiyanı emal olunan proqram və verilənlərin müvəqqəti saxlanması da RAM-a aiddir. B, D, Y. 1B, 2D, 3, Y.